Gəl sənə bu günləri biraz da dolsa bürcündən danışam. Deyirəm bu dolsaların nə boyda daşı olub ki, düşüb bəzi insanların başına. Bu dünyada dolsaları əsl sevən insan sayı demək olar ki, yox dərəcəsindədir. Çünki dolsalar o qədər saf təmiz sevir ki, qarşı tərəf tez qudurur. O qədər dolsaların gözünün içinə baxıb, yalandan səni sevirəm deyənlər oldu. Dolsalara Allah Taala hər şey verir, bir dənə bəxtdən başqa. Nə dost kimi, nə də həyat yoldaşı kimi qədirləri bilinmədi dolsaların. Dolsa bürcləri həmişə hər kəsə dost olur, dərdlərinə şərik olur, dəyər verir. Amma özləri həmişə yalnızdır. Sevir, amma əsl sevən görmür. Dəyər verir, canını verir, amma qarşılıq yoxdur. Dolsalar həmişə haqq, ədalət, xeyirxah insanlardır. Düzgünlüyü, dürüstlüyü qoruyur dolsalar. Amma harda pis, paxıl, yalancı insanlar var, gəlib dolsaları tapır. Çalışın, dolsa bürcü həyatında varsa özündən soyutma. Əgər dolsa bürcü bir insandan soyudusa, apar günəşin üstünə qoy, yenə də xeyir olmaz. Dolsa bürcü sildisə sildi. Çünki dolsaların qəlbi küsəndə artıq soyuyur. Dolsanı qazanmağın bir yolu var. Birinci düz olmalısan, sonra məntiqli olmalısan. Bax, dolsanı əgər özünə sevdirsən, nə səni buraxar, nə də səni unudar. Çünki yalanı sevmirlər. Dolsaların adı çıxıb kobuddur deyə, valla dolsaların içindəki fırtınalardan sizin xəbəriniz yoxdur. Dolsalar əslində əsl polisdirlər. Çünki dolsalar hər zaman haqq tərəfdə və hər şeyi bilən insandılar. Siz dolsaları allada bilməzsiniz. Sizə elə gəlir alladırsınız. Dolsalar hər şeyi bilir, hər şeyi istəyir. Sadəcə sənin oyununa görə davam edir ki, sən nə zamana qədər yalan danışacaqsan. Dolsalar bu dünyaya xüsusi göndərilmiş insanlardır. Dolsaya da quyu qazan, vaxt zamanı gələcək, o quyuya özü düşüb qan qusacaq. Ağıllı olun da, axır, yəni bunu deyirəm dolsaya qarşı.